Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün qatıqsız, südsüz, tez başa gələn pambıq kimi yumuşaq gemli pirog hazırlayacağım. İnanın xanımlar, o qədər ləzzətli alınır ki, yeyən hər kəs reseptini soruşacaq. Başlayaq hazırlamağa. Əvvəlcə qabın içərisinə 3 ədəd yumurta, 1 cimdik duz, 1 ədəd vanilin, eləcə də 1 stəkan şəkər tozu əlavə edib çırpıcı ilə qarışdırıram. Daha sonra üzərinə 130 qram ərinmiş çərə və yaxud da margarin yağı tökürəm. Yağ isti halda olmalıdır. Yağı da yumurta ilə yaxşıca qarışdırıram. Sonda isə unu əlavə edirəm. 1 stəkan unun üzərinə 1 ədəd qabartma tozu tökürəm və unu ələklə ərzaqların üzərinə ələyirəm. Onu da qarışdırıram. Daha sonra isə onun qalan hissəsini tökürəm. Bu xəmir üçün 200 ml stəkanla stəkan yarım undan istifadə etdim. Soba listinin içərisinə yağlı kağız qoyuram və xəmiri soba listinin içərisinə töküb hər tərəfinə gələcək şəkildə spatula vasitəsilə yayıram. Daha sonra piroqu əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada bişirirəm. Artıq mənim piroqum bişib hazırdır. Soyması üçün gözlədirəm. Daha sonra isə kağızını çıxarıram. Kənarlarını kəsirəm. Kəsdiyim kənarları blender qabının içərisinə tökürəm. Daha sonra piroqu tən yarıya bölürəm. Bir hissəsinin üzərinə cem tökürəm, hər tərəfinə gələcək şəkildə yayıram. Zövqə görə istədiyiniz cemdən istifadə edə bilərsiniz. Daha sonra isə digər hissəni də üzərinə yerləşdirib yenidən cem çəkirəm. Kəsdiyim kənar hissələrdən ovuntu hazırlayıb cemin üzərinə tökürəm. Daha sonra isə gözlətmədən kəsirəm. Pambıq kimi yumuşaq, olduqca ləzzətli piroq alındı. Əziz xanımlar, əgər siz də mənim piroqumu, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.